hansı düşüncələrdir? Bu dünya yalnız içində yaşayan insanlarla ibarət deyil. Bu dünya düşünən insanların yaratdığı bir sistemdir. Və sizcə bu sistemin adı nə gedir? Mühəndis düşüncəsi. Mühəndis düşüncəsi kimisi üçün yalnızca bir riyaziyyat, kimisi üçün necə bir formullar və yaxud hesablama kimi olur. Amma mühəndis düşüncəsi yalnızca bir baxış bucağıdır. Bəzi insanlar, məsələn, bu telefonun yaranmasından deyim, bu telefonu işlədirlər, mesaj atırlar və yaxud içindən YouTube'dan videolara baxırlar. Amma mühəndis düşüncəsinə sahib olan bir insan isə bu telefonun necə daha gözəl işləyə biləcəyi haqqında və yaxud bu telefonu necə sürətli etmək olar və yaxud bunun telefonun daha gözəl versiyasını necə yaratmaq olar haqqında bir fikir yürüdə bilirlər. Sözüm onda mühəndis düşüncəsi yalnızca hesab